Hazırda manatın məzənnəsi Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun müdaxilələri nəticəsində stabil qalır. Azərbaycan Mərkəzi Bankının və Dövlət Neft Fondunun ehtiyatları 2024-cü ilin oktyabr ayına qədər 10% artıraq 61,6 milyard ABŞ dollarına çatıb. Xəbərin ünvanı Trading Economics portalına istinadən bildirir ki, uzun müddətli perspektivdə manatın məzənnəsində dəyişikliklərin baş vermə ehtimalı var. İNEGE Bankın təxminlərinə əsasən 2027-ci ildən etibarən manatın məzənnəsi tədricən 1.75-1.80 manat dollar səviyyəsinə qədər zəifləyə bilər. Bununla belə Amerika dolları qarşısında 1.90 AZN və daha artıq dəyər itirəcəyi hələlik gözlənilmir. Manatın stabil qalmasını təmin edən əsas amillərdən biri neftin qiymətidir. Əgər neftin bir barelinin qiyməti büdcədə nəzərdə tutulan 50 Amerika dollarından aşağı enərsə, manatın məzənnəsinə təzyiqlər arta bilər. Amerika dollarının məzənnəsinə gəldikdə isə son göstəricilərə əsasən. Amerika dollar indeksi 2025-ci ilin martın 26-da 104.30 səviyyəsində qərarlaşıb ki, bu da əvvəlki ticarət sessiyası ilə müqayisədə 0,12% yüksəliş deməkdir. Ümumilikdə qısa müddətli dövrdə Azərbaycan manatının məzənnəsi sabitliyini qorusa da, uzun müddətli perspektivdə beynəlxalq amillər və neft bazarındakı dalğalanmalar onun dəyərinə təsir göstərə bilər. Daha çox xəbər üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.